Bəzən bir kadr bir roman qədər danışır, bəzən isə səssizlik ümumi bir fəlsəfəni əvəz edir. Bəzən də insanın ömür boyu axtardığı gözəllik onun ağrılarının içində olur. Söhbət Andrey Tarkovskidən gedir. Kino tarixində zamanın və ruhun sərhədlərini pozan bir rejissordan danışıram. O film çəkmirdi, dua edirdi. Onun kameraları, hadisələri yox, insanın iç aləmini çəkirdi. Həmin aləm ki, dünya inkişaf etdikcə bizə daha aydın görsənməyə başlayır. Tarkovski üçün kino hərəkət deyil, yaddaş idi. O deyirdi, mən zamanın izlərini lentə köçürürəm. Hər kadrda su, külə, yanğın, uşaq məsumiyyəti sanki dünyanın ruhunun parçaları idi. O gözəlliyi təmizlikdə yox, ağrılarda tapdı. Sovet senzurası onu sıxdı, dostları uzaqlaşdı, filmləri illərlə qadağan olundu. Amma o təslim olmadı. Stalker, Güzgü, Solaris bunlar sadəcə filmlər deyil, insanın Tanrı ilə dialoqu idi. Onun qəhrəmanları heç yerə qaçmırdılar, düşünürdülər. Çünki Tarkovski üçün hər düşüncə bir ibadət idi. Xəstə, tənha, amma işıqlı bir insan kimi dünyadan köçdü. Tarkovski deyirdi, əgər sənət insanı xilas etmirsə, deməli o sənət deyil. O kinoya sükutu qaytardı. Kamera onun əlində, silah yox, qoruyucu vasitə idi. Tarkovski izləmək üçün tələsməmək lazımdır. Sadəcə baxmaq, nəfəs almaq və düşünmək. Çünki onun filmləri ekranda yox, sənin içində baş verir. Tarkovskiyə baxmaq lazımdır.